Bu metal pulları, kağız pulları və medalları aparıram şəhərə ekspertə, qiymətləndirməyə. Salam aleyküm, necəsən? Bu əskinazları götürmüşəm. Medallar, qəpiklər, sikkələr. Mənim maraqlıdır ki, qiymətləri necədir Azərbaycan bazarında? Birinci medaldan başlayaq. Buyur. Bu qırmızı əmək ordenidir. Bu qırmızı əmək ordeni medalıdır. Qiyməti elə də dəyərli deyil. Dəyərli bitləri var bunun, növləri var, amma bu sadələrdəndir. Hazırda sənədi var? Yox. Sənədsizdir. Sənədsiz hardasa 60-70 manata qədərdir. Sənədlə 100 manata qədər dəyərləndirmək olar. O birsinə baxın. Bu da çox gözəl medaldır. Bunun bir neçə növü olur. Bir neçə növü olur. Bu da sənədsizlər halda. Yox, sənədlər yoxdur. Bu da hardasa sənədsiz 60-70 manata qədər, amma başqa növləri daha dəyərli ola bilir. Burada sonra Görsən, milli pullarımızdan da var. 50 qəpikdən baxalım. Köynə 50 qəpik. Bu belə də baxın. Yox, bu libertilərdir, balaca pullar. Bunlar elə dəyərli deyil, təəssüf ki. Bu səhvlərə çox müraciət edirlər. Deyirlər ki, məndən qiymətlidir. Bunun müəyyən bir, çox nadir bir illəri var ki, onlar dəyərlidir, amma bunlar yəni 95% dəyərli deyil. Yox, metalı elə dəyərlidir. Yox, adi metallar. İstərdir, hə. Bu isə, bu da həmçinin elə dəyərlidir. Yəni 3 manata, 2 manata qədərdir ədədi. O da maksimum. Hə, maksimum. 50 qəpik 1993. Bu da həmçinin dəyərli bir qəpiklərdən deyil. 50 qəpik bizim köynə. Bunlar müəyyən materialda olanlar var ki, onlar dəyərlidir, amma bunlar təəssüf ki, dəyərli deyil. Başqa nələrimiz var? Hansı illəri misal üçün? 92-nin məsələn 20 qəpikləri olur burada, 10 qəpik olur. Onlar sarı rəngdə olanlar falan, onlar dəyərlidir. Amma bunlar dəyərli dediyimiz 10 manata qədər. Məsələn, adam olur. İdeal vəziyyətdə olan misal üçün. İdeal vəziyyətdə də dəyər verir. Məsələn, onlar 10-15 manatdan yuxarı ola bilər. Köynə Məmmədəmin. Hə, köynə Məmmədəmin. Bu yox, bu vəziyyətdə təəssüf ki, xeyr, bu vəziyyətdə dəyməz 2 manata qədər, amma tam ideal vəziyyətdə olsa 5 manatdan ədəddən almaq olar. Yəni çox olsa da, yəni qatı zadı var ona görə. Hə, qatı biraz ləkəlidir ona görə. Bu biz ideal vəziyyətdə olanlar. İdeal vəziyyətdə arası bir 5-6 manata qədər ədədi almaq olar. Tam ideal vəziyyət. Amma çox olsun da. O seriyalar, seriya söhbətləri var. Hə, seriyası da maraqlı olsa almaq olar. Bəli, düzdür. Seriyaları məsələn çoxlu sıfırlar və yaxud nömrələri maraqlı olsa daha dəyərli 100 manat, 50 manat, 150 manat qədər qiyməti ola bilər, bəli. Hə, bu daha maraqlıdır. Şirvanımız köynə 10.000 manat. Bunun vəziyyəti yaxşıdır. Bunun vəziyyəti yaxşıdır, bəli. Yaxşı vəziyyətdə qatsız, ləkəsiz hardasa ədədi 10 manata qədər dəyərləndirilir. Amma əzik üzük artıq 1 manat falan belə bilər. Seriya burada da önəmlidir. Bəli, bəli. Seriya bütün bizim pullarımıza önəmlidir. Hər bir seriya, yaxşı maraqlı seriya olsa qiyməti qat-qat yuxarı olur. Və bunların bəzi seriyalar var, prefikslər, qabağında hərflər var. Dəyişir. Yox, onlar heç bir belə yoxdur. A olsa da, hə, bəli, A olsa artıq 20 manatdan yuxarı başlayır. A-lar, bəli, A-lar biraz daha dəyərlidir. Az çıxır deyə, bəli, onlar daha dəyərlidir. Məsələn, 10 ədəd yaxşı vəziyyətdə olsa artıq 200 manat, 20 manatdan almaq olar. Bəli, 50.000 manat. Hə, bu artıq dəyərlidir, bəli. Bu da əziydi sözünüzü biraz. Əziydi. Yaxşı saxlamamısınız, amma belə bir vəziyyətdə də ədədi 3-5 manat arasından başlayır. Amma yaxşı vəziyyətdə 25, 30, 40 manatdan belə almaq olar. Bəs bunların sertifikasiyadan keçənləri necə olur? Onun qiyməti necə? Hə, sertifikasiyadan edilmiş, bəli, o artıq İngiltərədə, Avropada falan o dəyərlər artıq 100 manatdan yuxarı başlayır. Əgər yaxşı bir puan yığılsa, 65 üstü, 64 üstü artıq dəyərlidir. Xaricdə daha dəyərlidir, amma təəssüf ki, yəni burada tələbat yoxdur, bəli. Sonra istiqraz var köynə. Bu istiqrazların ümumiyyətlə asılı olmayaraq seriyasından falan elə bir dəyərli yoxdur. Ədədi hardasa bu vəziyyətdə deyirlər bununla bağlı. Yox, bununla bağlı deyərəm ki, məncə heç nə hələ gözlənilmir. Bu çox yayılıb, çoxdur bu, həddən artıq çoxdur. Bunun da vəziyyətinə görə çox əziydi. Sizdə hardasa 1 manata qədər, o da dəyməz. Yəni bir dənəsinə görə məncə yadigar kimi saxlamaq daha yaxşı olur. Amma ideal vəziyyət söhbəti yoxdur. İdeal vəziyyətdə yox. Mənası. 3 manat ideal vəziyyətdə, 2 manat belə. Bu kruf sikkələrimdə var mənim. Xarici sikkələr. Gözəl, bunlara baxın, bunlara bax. Gümüş deyil amma deyəsən, hə? Yox, nikel. Baxın, siz bayaq məndən soruşdunuz, bu vəziyyətdə dahadır. Məsələn, bu vəziyyətdə artıq 5 manat, 6 manat, 7 manata qədər ola bilər. Vəziyyəti elə bir ki,
uncirculated gedir. Bunda belə deyirlər. Numizmatik aləmində 2007-ci ilin Liberty Yəni dolları. dövriyyədə olmur. Dövriyyədə olmuyor. Bəli, həm bankdan çıxdığı kimi saxlanılıb. Bu isə ondan da qəşəngdir maşallah. Liberty dollar 1984. Proof. Bu gümüşdür deyəsən, hə? Yoxsa gümüş Yox, deyil? gümüşdür, proof-dan. Quarter dollara. Bu da həmçinin 10-15 manata qədər ola bilər. Heç yanmısan? 25 manat. 25 manatdan yaxşı almısan. Proofdur. Ha, superdir. Bu da həmçinin çox gözəl bir monetadır. Bu da 10-15 manata qədər dəyərləndirilə bilər. Başqa nə var? Bu yezəli Ha, bu daha maraqlıdır. Buna baxmaq olar. Onun üçün təlimatlı instruksiya faiz dərəcəsi adamsı yazılır. Bu istədiyim qızıla oxşayır, amma təəssüf ki, qızıl deyil. Alüminium bronzu. Ha, bu da həmçinin ümumiyyətlə Avstraliyanın dollarları çox gözəl olur. Heyvanlar olur üstündə. Çox maraqlıdır. Bunda kenguru deyilsin, ha? Kengurudur, hə, kengurudur. 9 qram. Hə, çox gözəldir. Bu da həmçinin ONC vəziyyətləri açmaq olar. Olar. Ha, möhtəşəmdir. Möhtəşəmdir. Sonra belə İspaniya pulları da kolleksiya dolanmış. Deyəsən bunlar hə, təzə pullardan var deyəsən bunlara. Müasirdir. 70-ci illər, 80-ci illər. Bunların hələ bir dəyəri olmur sözüncü. Ancaq gümüşlərin bunlarda mən sizə deyim. Bu nəsə başqa materialdır. Çox yüngül. Hə, çox yüngül. Bunun belə hə, alüminium, hə. Bunun istədiyim bizim pullar da var belə. Hələ bayaqki 50 qəpik bu materialdandır. Bir peseta İspaniya. Bu pullar amma daha keyfiyyətli deyil. Hə, hə, bu qəşəngdir, amma bizim pulların olduqca materialları da çox gözəldir, qəşəng, yaxşı, maraqlı bir materialdandır. İspaniya pulları istədiyim çox gözəldir, qəşəngdir, amma dəyəri çox güman ki, çox təəssüf ki, hə, aşağıdır. Qəşəngdir, gözəldir. Bunlar heç, bunlar sırf. Yəni ümumi götürsə nə qədər? qədər? Götürsə məsələn bir 10 manat falan verə bilərəm. Ümumi kullanım. Hə, onu. Onu məncə saxlamaq daha məntiqlidir. Hə. Buyuruz belə. Hə, bu analıq medalı superdir. Sənədi var bunun, amma təəssüf ki, sarı rəng idi. Sarı rəngi sənədlə olsa belə hardasa 5 manata qədərdir. Ona görə ki, bu yəni bu sarı rəngin milyonlarla paylanılıb, ona görə dəyəri təəssüf ki, yoxdur. Yəni bunu ən yaxşı saxlasaq. Və bunların bahaları hansılardır? Bahaları boz rəngdə ola bilər, məsələn 20-25 manata qədər, sonra obrisi o materialın boz rəngdə. O gümüşdəndir. O gümüşdəndir. Aşağıdır düzdür qramı, amma yox əyyarı yaxşıdır. Qramı aşağıdır deyə. Hə, ona görə onların tirajı az olur. Yox, milyonlarla paylanılıb. Milyonlarla paylanılıb, bəli. Belə. Buyurun. Son bir də belə başqa nəyimiz var? Hə, bu özəlləşdirmə çekici. Özəlləşdirmə payı bu o vaxt yayılmışdı ki, maraqlıdır. Bu gözəl, dizaynı çox gözəldir. Hardasa bu da belə istədiyim 10-15-20 manata qədər dəyərləndirilir hazırda. Çünki belə bir tələbat yoxdur. Yəni biz də almırıq bundan, çünki çox da həddindən artıq. Bu payda veriblər. Bu vəziyyəti necə sayılır? Vəziyyəti çox super, vəziyyəti çox qəşəngdir, vəziyyəti superdir, yaxşıdır. Nə qədər? 25 manata qədərdir, 20 manata qədərdir. Yəni belə bir maraqlıdır, vəziyyəti yaxşıdır. Oldu, çox sağ ol. Buyurun, xeyirli olsun, buyurun. Nə istəsəz.